İndi çoxlu psixoloq, koçlar, nə bilim, yaşam koçu falan çoxdur, həddindən artıq sosial şəbəkələrdə hamısına da uğurlar arzu edirəm. Amma məndən soruşsanız, mən deyərdim ki, bu işdə təcrübə çox önəmlidir. Bilik bir qırağa, oxuduqların bir qırağa, hər şey gözəldir, hər şey superdir, başa düşdün, oturdun. Amma insan birinci öz həyatını dəyişməlidir. Nə vaxt ki, sən öz həyatını artıq öz əllərində belə hiss eləyəcəksən, artıq özün idarə etməyə bacaracaqsan, artıq situasiyalara düzgün yanaşmağı öyrənəcəksən, o zaman artıq biz çıx efirə və denən ki, hə, mən bunu bacardım, siz də bacaracaqsınız. Yox, bacarmamısansa, çıxıb danışma. Çünki insanları hal-hazırda elə bir döngüdür ki, insanlar hal-hazırda şəfa istəyir. Yəni o şəfanı da düzgün vermək lazımdır. Yəni aldadaraq və yaxud da nəsə olaraq, məsəl üçün bizdən bir də görürsüz kimsə yazır ki, mən kodlamadan istədiyim nəticəni görmədim. Mən onu nəyə görə uzun-uzun izah eləyə bilirəm? Çünki mən bilirəm ki, bunu bu səbəbə görə indi hal-hazırda deməli vaxtı deyil. Bir müddətdən sonra amma sən nəticə görəcəksən. Çünki mən onu bilirəm. Mən buna da arxayınam və bunun arxasındayam. Amma mən bunu bilməsəm, bunun o tərəfin, bu tərəfin, öz işimin gördüyün, yəni bilməsəm, başa düşməsəm ki, bu nəyə gətirir, çıxardır, nə şeyləri ortaya çıxardır, mən onu insanlara izah eləyə bilmərəm. Onlarda da mənə inam yaranmaz. İnsanlar çünki hər şeyi hiss eləyir.